xoş gəlmisiniz. Hər birinizi salamlayıram. Əgər web sənədləri ilə işləyirsinizsə, mətnlərlə işləyirsinizsə, yəqin ki, ən az bir dəfə də olsa belə bir vəziyyətlə qarşılaşmısınız. Yazdığınız mətnin bir hissəsinin yaxud bütövlükdə altından bu şəkildə qırmızı dalğalı xətt gedir. Bunun səbəbini əgər bilmirsinizsə, bu sizi narahat edirsə, ekrana yaxın əyləşin. Bugün bu videoda bunun nə üçün yarandığını sizə izah edəcəm. Əslində bu hər hansı bir problem deyil. Bizim işimizi asanlaşdırmaq üçün, sürətləndirmək üçün nəzərdə tutulmuş bir funksiyadır. Bu nə vaxt yaranır? Deməli, biz bir mətn sənədi yazdıqda həmin mətndə olan sözlərin hər hansı birində orfoqrafik səhv olarsa, bu xətt onu bizə göstərir və bildirir ki, biz burada bu sözü düzgün yazmamışıq. Ancaq bunun üçün Azərbaycan dili paketi, yəni Azərbaycan dili yoxlama aləti deyilir buna, düzgün formada quraşdırılmalıdır. Yoxsa bizim dili yəni tam olaraq tanıya bilmir və bütün sözləri səhv olaraq tanıyır və bu halda bayaq qeyd etdiyim kimi mətn bütövlükdə altında qırmızı dalğalı xətt düşür. Təbii ki, mətnin hamısında səhv ola bilməz. Bu bizi narahat eləyir və həm də biz bu funksiyadan istifadə edə bilmirik. Hansının düz, hansı səhv olduğunu bilmirik. Bir-bir axtarmalı oluruq. Bunun üçün Microsoftun özünün təqdim etdiyi kiçik bir əlavə quraşdırılmalıdır. Bu əlavə Microsoft Word-ün versiyalarına görə dəyişir. 2016-cı il və üzəri versiyalar üçün bir versiyadadır. 2016-cı ildən aşağı ən çox istifadə olunan 2010-2013-cü illər üçünsə başqa bir versiyalı yoxlama aləti var və bunlar da özlüyündə 32 və 64 bit olmaqla ikiyə bölünür. Videonun açıqlama hissəsində hər iki versiyanın, hər iki bitlik əməliyyat sistemi üçün olan versiyasını yerləşdirəcəm. Siz hansı versiyadan istifadə edirsinizsə, ona uyğun olan əlavəni yükləyib quraşdıracaqsınız. Məndə 2016 üzəridir. Çox az həcmli və tez quraşdırılan artıq bitdi. Quraşdırdıqdan sonra gəlin birlikdə test eləyək, necə işlədiyinə baxaq. Burada iki mətn sənədi var, eyni mətnlərdir. Birini düz yazmışıq, birində isə bilərəkdən bəzi səhvlər eləmişik ki, görək tapırmı, bizə kömək eləyirmi. İlk öncə düzü açıram. Biz paketi quraşdırdıq və biz onu seçməliyik. Buradan fayl bölməsinə gəlirik, Options bölməsinə gəlirik. Sizdə fərqli dillərdə ola bilər, Azərbaycan dilində ola bilər, Word-ün interfeysi daha çox rusca istifadə olunur, rusca ola bilər və ona uyğun hansı dildədirsə, həmin dilə uyğun daxil olduğu bölmələrə daxil oluruq. Buradan dillər bölməsinə keçirik. Burada ingilis dili və Azərbaycan dili quraşdırılıb. Rus dili üçün də var, bu əlavədir, yəni ayrıca quraşdırılmalıdır. Hal-hazırda ingilis dili seçilib, biz bunu Azərbaycan dili ilə əvəzləyirik. Söndürüb yandırmalıyıq, yəni yenidən başlatmalıyıq. Sadəcə Word-ü. Bu düzgün yazılmış qaydadır. Bağlayıram və səhv yazılmış mətnə keçirəm. Buradan review bölməsinə gəlirik, yenidən dillər deyirik. Set Profil Language deyirik. Azərbaycan dili burada aktivdir. Burada da bizi görürük və Set as Default təsdiqləyirik və avtomatik gördüyünüz kimi səhv, yəni bilərəkdən səhv yazdığım sözləri bizə göstərdi. Biri digər sözüdür. Burada artıq bir hərf yazmışdıq. Çoxlu sözündə bir səhvimiz var. Onu da düzəldirik. Baxırıq, burada da iki səhv var. Bunları da düzəldirik. Burada bu sözü düzəldirik. Burada güllər sözündə də bir səhvə yol vermişik. Bunu düzəldirik. Bu hər hansı, yəni kopyalayıb bir yerdən, bir internet səhifəsindən götürdüyünüz yazılarda da bunu yoxlaya bilərsiniz. Deyək ki, əllə yazırsınız, öz fikirlərinizi yazırsınız, yazmağa davam edirik. Salam sözünü yazdım, böyük hərflə yazaq. Misal üçün və səhvə yol verdim. Görürsünüz, o dəqiqə qırmızı yəni xəttlə bunu bizə bildirdi. Yaz əsnasında artıq yəni yazmağa davam elədikcə həmin anda
səhvi bizə göstərir və biz düzəldib yenidən davam edirik yazımıza. Bu günlük bu qədər. Əgər videonu faydalı hesab etdinizsə, işinizə yaradsa, yaxınlarınızla, dostlarınızla paylaşmağı unutmayın. Onlar da faydalansınlar və kanalımıza abunə olub videonu bəyənin.